Adamın ürəyi ağrıyırdı. Girib baxırdım ki, yemək çəkilir, bu stolun üstündə də yeməkləri çəkilib, elə yarımçıq qalır. Heç yeyilmir, durub qaçıblar. Yorğanda şeyləri yatdıqları yer açıq qalıb, yerdə qaçıblar. Sonra mal kölələrə girib baxırdı, görürdü ki, mal, qoyun, yəni ki, neçə gündür də ac-acına kölədə açıb o qədər biz malı heyvanatı buraxmışıq. Bir gördük ki, 2 dənə kahadı, 2 dənə, 3 dənə belə ki, adı mal, qoyun saxlayıblar vaxtı ikən. Yəni münasibdir. Burada qanun olar. Yəni ona görə qanun olar ki, bura maşın yolu yox, işıq xətti gəlmir. Heç kəsin ağlına gəlməz ki, burada insan yaşayır. Bu 2 nəfərdir. 2 nəfərdən də biri hərbi geyimdədir, biri mülki geyimdədir. Biz də belə planlaşdırdıq ki, yəni bunların heç olmasa ikisindən birinin olsa, bunların biz biri əsir götürəylə, bu soruşaq da ki, o yolda, hardadırlar, bunlar necədirlər, nə vəziyyətdirlər. Çaydan keçib aralarından sonra görmüşdülər. Sonra da təzədəndən bu sivyazın qırılması, zad eləməsi, bunlarda o dəqiqləşdirmişlər ki, burada Azərbaycanlılar var. İçərisi bu əskər gəlir. Dedim ki, hə, bu sondur da dairə. Belə bu da ki, deyəndən sonra ki, gəlin deyəndən sonra biz Sarı Şakir o ağ əskini atdı oyuna, Azərbaycanın bayrağı bağladı ağacının başına. Yerləsə, gəldi, çatdı Güləbirdə. Məndən Alalı Zəbullov 10 aprel 1970-ci ildə keçmiş dəvəçilər örneğin ki, Şaban rayonu Güləşə kəndində anadan almışam. 1989-cu ildə Həqiqi Hərbi xidmətdə gedib, 1991-ci ildə ordu sıralarına təfris olunmuşam. 1992-ci ildə isə ermənilər torpaqlarımıza hücum elədiyi üçün 1992-ci ildə könüllü olaraq mən yenidən ordu sıralarına qatılmışam. Ordu sıralarına qatılmağa, mən də demək, ilk hərbi hissəmiz 120 saylı hərbi hissə olub, stansiya Mingəçevirdə, yəni yığılmışıq. 120 saylı, orada bir 10-15 gün aldıqdan sonra, təxminən 10-15 gün aldıqdan sonra bizi Laçın rayonunun Fingə kəndinə aparırlar. Laçın rayonunun Fingə kəndində də vəziyyət belə idi. Yəni ki, biz komandirsiz, bir komandirimiz var idi, bu institut tutulmuşdu, yəni ki, mülki şəxs. O da demək olar ki, heç hərbidən anlayışı yox idi. Demək, onun nəzarəti altında silah-sursatın çatışmamazlığı nəticəsində təxminən 15-20 gün orada qaldıqdan sonra bir ay belə olar, ermənilər həmin Fingə kəndini bizdən işğal edilmişlər, almışdılar. Biz məcburiyyət qarşısında bir neçə kilometr geri çəkilərək, 1-2 kilometr, təxminən 3 kilometr geri çəkilərək Laçın rayonu Təzəkənd kəndində məskunlaşmışıq. Orada biz özbaşına olduğumuza görə, yəni heç bir hərbi belə deyək, komandirimiz olmadığına görə, biz öz başınalıq olduğuna görə pərakəndə, yəni ki, bilinmir ki, kim kimdir, kim hara tabisən, necə tabisən bilinmədiyini görə bizi verdilər 896 saylı, o var ki, Laçın polku var idi, Laçın polkunun tərkibinə. Biz orada qaydasında da yəni ki, xidmət elədik. Bir gün də demək, hər gündəki məlum məsələdə Səngərdə torpaqlarımıza ermənilərdən vuruldu. Mənim ilk ismi yadımdadır, demək, yanvar ayının 3 yanvar 1993-cü ildə səhər saat 8-in yarısı təxminən belə olardı. Ermənilər bizə hücum elədilər. Laçının Təzəkənd kəndinə. Səhər saat 8-in yarısı 8-ə qalmışdan başlayan döyüş təxminən saat 3-ə 4-ə zəmbələ getdi. Biz ermənilərin orada xeyli qüvvəsini məhv elədik və məcburiyyət qarşısında olaq geri çəkilirlər. Ermənilərdə də belə bir xüsusiyyət var idi ki, demək, həmişə bir yerə hücum eləyib, əgər ala bilmirdilərsə oranı, onlar mütləq yer axtarırdılar. Elə bir ki, belə deyildi, bir ki, qonşu tərəfdənmi, yəni sənin sağındanmı, solundanmı, təzədən yenidən ora hücum eləyib qısa sallar. Bu belə də oldu. Təxminən bir 5 gün, 10 gün sonra Laçının Hafnazər kəndi var idi. Hafnazər kəndinə orada ermənilər hücum eləmişdi. Orada demək, bizim əskərlərə evdə olduqları müddətdə gecə vaxtı olmuşdu, yəni yatlı vaxtda. Ermənilər o evi mühasirəyə alaraq güllə-varabadan eləmişdi. Xeyli orada bizim uşaqları qırıb məhv eləmişdilər. Biz orada demək, Laçının Təzəkənd kəndində dəfələrlə onlar
yəni ki, kəşfiyyata gəlirdilər ora, baxırdılar ki, görək ki, bizi nə qədər necə nətərdir, yəni ki, bunları da silahlı sursatı var, yoxdur, biz bunu bilirdik. Mart ayının 29-u 1993-cü ildə bizə demək məlumat verildi ki, bizim arxa tərəfimiz Kəlbəcərdə. Kəlbəcərdə vəziyyət yaxşı deyil, pisdir. Yəni bizim arxamız bağlanılır, çıxmaq lazımdır. Bizim də komandirimiz var idi, o Vasim Polkunun komandiri Qalib Abdullayev. İndi də yəni sağda münasibət də var, əlaqə də var. Onun göstərisi altında dedi ki, yəni ki, çıxmaq lazımdır, arxamız bağlanılır. Biz gecə səhərəcən yol gedib Ulasının Bikənis kəndində toplaşdıq. Orada da demək, dedilər ki, burada Bikənis kəndində olduğumuz müddətdə heç bir boş yerə güllə atmayın. Yəni o məqsəd ona görə güllə atmayın ki, yəni erməni gəlib girə bilər içimizə, xəbəriniz olmaz da, tam sakitliyə riayət etmək lazımdır. Belə də oldu. Təxminən sonra günorta saatlar idi. 2 olar, 3 olar belə. Gördük ki, demək, qarşı tərəfdən bir BSD-mi idi, BMP idi, bax belə bir texnika, sonra bir UAZ, bir anda Ural gəlir. Gəlir, biz bunları gəlib ta ki çaplar ucu Bikənis kəndində, biz bunları elə yerdə saxlatdıq ki, düpbədüz düzəynakı yeri idi. Orada saxlatdıq, bunlar havaya düşdülər, atəş açdı. Bunlar demək, orada dayandılar, düşdülər. Gördük ki, erməni dilində danışırlar da bunlar. Bildik ki, ermənilər. Ermənilər bildiyimizə görə biz bunlarla başladıq atışmağa, döyüşməyə. Həmin orada təxminən bir 30-40 nəfər erməninin canlı qüvvəsi var idi. O 30-40 nəfəri demək olar ki, hamısını biz orada məhv elədik. Orada bir dənə erməni o BRD-mi qaçıb öz canını xilas eləyə bildi. Həmin döyüş vaxtıda, demək, bunlar döyüşürdü. Biz komandirimiz Qalib öz sürücüsü Şakirə dedi ki, sən get arxaya, ola bilər ki, bu erməni təzədəndən bizim üstümüzə dəstək gələ bilər də, göndərə bilər. Gedin arxaya, arxadan Kürtacı kəndinə. Yəni orada kömək gəlsin. Şakir də geçdi, təxminən 1 saat, 2 saat gördü ki, Şakir gəlir piyada. Dedi ki, qabaqda Kürtacı kəndində bağlanılıb, mənim uvazıma güllə atıblar, haqqirəsi, yəni ki, güllələr deşib, güllə atıblar, onun da uvazı da orada gəlir. Yəni bundan bizim məlumatımız oldu ki, artıq arxa tərəfdə bağlanılıb, amma ümid edə bilmirdi ki, orada erməni ola bilər. Akasiya erməninin bir dəstəsi bizim üstümüzə gəlib, Bikənis kəndinə, oradan da bir qol ayrılıb Kürtacı kəndinə, Kürtacı kəndinə keçib oradan arxamızı da bağlayırdı. Demək, biz burada erməniləri tamamilə məhv elədikdən sonra orada bizimlə döyüşlərdə tankistimiz var idi, Tərlan, Xudatdan idi, Xudat kəndindən, Xudat radindən da borsi. O həmişə deyirdi ki, demək, ən böyük arzum erməni tankla ayaq almalıyıq. Bu ki, Bikənisdə ki, biz bunları qıraqda, orada təxminən 1-2 nəfər erməni yaralanmış vəziyyətdə avtomatdan atmışdı yerə, əllərini də qaldırmışlar ki, tabi olurlar, əsr sürürlər. Tankist hədlərin onların üstünə çıxıb, onları məhv elə qoydu. Yəni zərərsizləşdirdi tamamilə. Bunları tamamilə biz zərərsizləşdirib məhv elədikdən sonra biz təzədən Uvazı da, yəni bu Ural yanmışdı, məhv olmuşdu tamamilə. Uvazı da yəni yararsız idi, amma arxamız tam bağlı olduğunu bilmirdik. Uvazı da qoşduq Qaz 66-nın arxasına ki, aparıq özümüzdən qənimət kimi, hərbi qənimət kimi. Gəlib çatdıq Kürtacı kəndinə. Kürtacı kəndinə gəlib çatandan sonra gördük ki, bəli, komandirin quvazı orada dayanıb, amma şu güllə atılıb, patfires deşik, amma heç nəyə əl vurulmayıb. Dedik ki, yəni ola bilər də təsadüfi olar, ya kim olar, neysə. Belə biraz qabağa da gedirdi, baxıldı da heç nə anlamadı. Neysə, məsləhət bilindi ki, sürək də qabağa, yəni ki, gedək qabağa. Yəni tankda, Qaz 66-da olmazdı. Yəni ki, nəsə başqa anlaşılmazlıq olub atılıb. Elə bir, necə deyim, 10-15 metr qabağa gedilmişdi ki, Kürtacıda ermənilərin o bəlkə dediyim ki, Kürtacını gəlib tutmuşlar erməni, bizim yanımıza gələn qeyrisi arxamız tərəfə keçib
bağlamışlar. Onlar grantamyotdan tank əleyhinə snaryadla Qaz-66-nı vurdular. Qaz-66-nı vurdular. Qaz-66 başladı alışmağa. Amma Qaz-66-nın orada sürücüsü var idi, vali. Vali heç nə olmamışdı. Sadəcə olaraq sol qolundan yüngülvari yaralanmışdı. O Qaz-66-nı vurdular. Tankın üstündə idim mən də. Başladılar atışmağa, atmağa, gecə qaranlıq, zülmət heç yeri görmür. Və burada düşdüyümüz fərəm oldu. Hələ bir yana. Gecə qaranlıqdır. Heç bilmirsən ki, yanındakı kimdir, hara qaçırsan, necə qaçırsan. Yəni ki, orada biraz o müşkül məsələdir. Neysə, bu cür mən də qoşuldum. Heç kimlərə qoşulmuşdum bilmirdim. Gecə səhərəcən biz təxminən 5-6 nəfər oladıq. Səhərəcən yol getdik. Səhər biz bir-birimizin üzünə baxırdıq ki, mən görək bu gecə səhərəcən kiminlə yol gəlmişim. Yəni, nə yaxşı ki, mən özüm deyim ki, mənim bəxtim gətirib, mən Şakirə qoşulmuşdum. Yoxsa mən Şakirə qoşulmasaydım, yəni bu Allah tərəfi olan işdir ya. Şakirə qoşulmasaydım, mən elə azı qalacaqdım orada, yəni azı girecəkməyim mənim üstünə. Və burada tamamilə biz paralandıq, kim hara getdi, necə getdi, nə fərq oldu, məlum deyil. Hərə məlum məsələ ki, öz canını alıb qaçdı, qurtardı da, yəni belə deyək. Biz bu ünvanla başladıq piyada yol gəlməyə. Üzü Kəlbəcər istiqamətinə. Gəlib, üzü Kəlbəcər istiqamətinə gələndə, o Kəlbəcərin kəndləri mənim yadımda qalmıyor bu vaxtdan, yəni dəqiqliyi ilə. Təxminən də belədir. Gündüzlər başladı yol gəlməyə də. Gördük ki, kəndlər var, bomboşdur kəndlər. Mal heyvanat dolu, yəni adam insan yox. Beləcə biz yəni gəldik. Yol boyu biz üzü Kəlbəcər istiqamətinə gəldikcə evlərə yəni girib baxırdıq da, marağında idi bizim üçün görə bu evlərdə insan var, yoxdur, necədir vəziyyət. Evlərə girib adamın ürəyi ağrıyırdı. Girib baxırdım ki, yemək çəkilib bu stolun üstündədir yeməkləri. Çəkilib, elə yarımçıq qalıb, heç yeyilməyib, durub qaçıblar. Yorğanda şeyləri, yatdıqları yer açıq qalıb, yerdə qaçıblar. Sonra mal, kölələrə girib baxırdı, gördük ki, mal, qoyun, nələr, yəni ki, neçə gündür də az-azına tövlədə açıb, o qədər biz malı heyvanatı bıraxmışıq, çıxıb yedib. Yəni, bu ünvanla biz yolda var idi, yəni ki, 4-5 nəfər idi, deyəm ki, əsgər deyildi, belə, bir-birimizi tanıdığımız, belə. Qoşulmuşdu, gəldik. Demək, üzü Kəlbəcər tərəfə gələndə biz, demək, dediyim o Tərlan var idi, Xodaxtı Tərlan var idi, sonra Tərtərdən var idi biri, bir əsgərimiz, adı yadımdan çıxıb, ona da Allah rəhmət eləsin. Bunlar Kəlbəcərin kəndi idi də, bax, Tərtərçayım yəni ki, yanında idi. Tərtərçay həmin kəndin içərisindən keçib, kəndin adı yadımdan çıxıb təxminən. Demək, onlar getmişlər maşın yolu ilə o kəndə. Biz Şakirlə mən getmişdik, səhv getdik. Yəni necə səhv getdik? Ki maşın yolu yox, belə piyada yolu ilə dağların arası ilə düşdük. Düşəndə kəndə içərisinə qoydu ki, həmin kənddə maşın var, ordu var. Yəni ki, insanlar gəzir. Şakirə dedim ki, bunlar kim olar? Dedi ki, erməni. Mən dedim ki, yox, bu erməni ola bilməz. Yəni ki, bu erməni bu cür ildırım sürəti ilə necə gəldi çatdı bura bir gecəyə, 2 gecəyə, bu Kəlbəcərə nətər gəldi çatdı bura? Dedi ki, ola bilər. Belə qulaq da asıldı, qulaq da asıldı. Bunlar Azərbaycan dilində danışırdılar bir-birləri ilə. Bir-birləri ilə Azərbaycan dilində zarafat edirdilər. Hətta bir-birləri ilə Azərbaycan dilində güya zarafat edirlər, söyürlər bir-birlərini. Bunlar yəni ki, bunlar bu məqsədyönlü şəkildə olub da, bu ki, yəni ki, bunlar planlaşdırırlar ki, qoy Azərbaycanla danışsınlar ki, bunlar bilirdilər ki, burada bizim minlərlə cəmaatımız Azərbaycanlıda qalıb, ordunun yarısından çoxu burada qalıb. Yəni biz də elə buna cəmən gedirdik. Yəni ki, Şakirlə mən yanımızda at da var idi, at da yədəyimizdə idi. Gedirdik piyada, düzü piyada, çatırıq, demək belə çatırıq. Giririk erməninin içərisinə, tunel var, körpü var, körpünün üstünə orada çatırıq. Demək, çata-çatda bunlar başlarlar bizə avtomatla güllə atmağa. Bir 5-6 güllə də təxminən belə atdılar. Atanda Şakir çıxartdı papağı başından, papağı xar idi barısında, buzu dərsindən olan papağı idi.
çıxartdı o papağa belə yerləri ki, atmayın, özlüskülərdir, Azərbaycanlılardır, gəlirik. Doğrudan da atmadılar. Atmadılar, biz də ürəyimizdə heç bir belə bir fikir yox ki, bu erməni ola bilməz burada. Demək mən deyəndə körpüyə bir 50 metr qalmışdıq, 100 metr qalmışdıq təxminən belə. Gördük ki, bir sol tərəfə atışma başladı. Əməlli başlı burada atışma gedir və bundan şübhələnib biz çəkildik meşənin içərisinə. Gördük ki, yox, əməlli başladı. Yəni belə nətər avtomatdan, qrantamyotdan belə atışma idi, müharibə gedir də əməlli başlı. Neyse biraz gözlədik. Gördük ki, yox. Yəni bu yəni ermənidə bu Azərbaycanlı ola bilməz. Bu açma növçündür burada. Şübhələndik istər-istəməz. Neysə dala qayıdanda bizimlə o yolda Əşrəf var idi. Laçının Oldərə kəndindən. O da bizimlə idi. Gördük ki, Əşrəf tək dana gəlir. Ay Əşrəf, haradasan, necəsən, nə oldu, bunlar hara gedirsən? Dedi ki, mən də gedirəm belə, nə bilim mən, bizim uşaqlar var idi, onlar hara getdilər, heç bilmirik. Neysə bu açın olduğuna görə biz məcburən oldu ki, qayıdaq dala. Yəni oradakı kəndlərdən birində qalmağa. Kənddə qaldıq, gecə qaldıq orada, evlərin birində. Səhər-səhər tezlərlə necə deyim sənə, evdən bayıra çıxmağı istəyirdik. Evdən bayıra biz belə deyək də, biz qapını bayıra istəyirik ki, belə açaq. O bayırda da, yəni ki, bu bizimlə Laçın cəmaatı da, onlar da qapını dartıb içəri girmək istəyirlər. Biz bayıra çıxırıq, onlar da içəri girəndə gördük ki, bəli, Əlim Əlimgil var orada, Arif var idi orada, yəni ki, bizimlə mühasirədə olan müddətdə ki, hardan görürsünüz, necə görürsünüz, nə olur? Dedilər ki, bəs dünənləri bunlar da demək o maşın yolu ilə ki, gəliblər o kəndə. Kəndə gələndə o biz mən ki, bayaq dedim ki, atışma olub. Sən demə bunları tuturlar güllələrə, güllə var ona, ermənilər. Orada da o cümlədən o dediyim tankist Tərlan, bir də o Tərtərdan var idi. Allah onlara rəhmət eləsin. Şəhid olurlar, orada qalırlar. Yəni ki, orada bildik ki, tam mühasirədəyik, hər yan bağlıdır. Yəni orada artıq bizə qoşulmuşdu oradan, yaşlı kişi var idi, qız var idi, yəni atası, babası, belə deyil, ailə düşmüşdülər. Gəldik biz yenidən, kəndin adı dəqiq bilmirəm, gəldik həmin o Tərtərçayın üst tərəfinə, başladıq biz yenə müşahidə eləmək ki, görək ki, orada necədir vəziyyət. Gördük ki, bəli, bu orada dəqiq ermənidir. Ermənilər mal qoyunu görürük də, öz gözündən çıxardırlar, sürüylə axarırlar, ev yandırdılar. Bir-iki yerdə ev yandırdılar. Dedik ki, hə, bu erməniyə xas olan şeydir, bu ev yandırırsa dəqiq erməni. Yəni biz istədik ki, biz gecə keçək o Tərtərçayı. Tərtərçayı keçsək, keçəndən sonra o gizli yollarla, yəni Murovun yanından, başından keçəcəkdir özümüzki tərəfə. Amma gördük ki, bizimlə qadın var, yaşlı insan var. Ona görə də belə məsləhət elə olundu ki, yəni xüsusən də yəni mən dəvəçili olduğuma görə mən yolları tanımıram axı. Bunlar Laçın cəmaatı idi. Laçınlar da belə məsləhət olundu ki, qayıdar təzədən dala, yəni Laçına. Gözləyək meşə nə vaxt yarpaqlanar, ondan sonra çıxar. Yəni belə də oldu. Biz başladıq təzədən üzüb Laçın istiqamətinə qayıtmağa. Gəldik, qayıtdıq. Demək, burada biz düzəldik 19 nəfər. 19 nəfərdən də 9-u əskər idi, 10-u mülki şəxs idi də, yəni ki, düşmüşlər cinə mühasirəyə. Burada da 4 dənə də Rus idi. Ruslardan da 3-ü Bakı Rusu idi. Biri, deyir, mən Ukraynadan gəlmişəm, Cuhudan. Güya bu gəlmişdi ki, gəlib Qarabağda döyüşəcək. Bunun atası, anası Amerikadadır, haradadır. Güya buna viza verəcək. Bizimkilər, Azərbaycanlılar. Bu da gedəcək o. Axır gəlmişdi. Bu da bizimlə qaldı, faldı. Bu da bizimlə bərabər düşmüşdü mühasirəyə. Mühasirədə də qaldığımız, yəni ki,
Qayıtdıq dala, yəni ki, məcbur olduq da qayıdaq dala. Qayıdıb dala qayıtdıq, gəldik Kəlbəcərin kəndləri ilə gəldik. Piyada gəlirdik də. Bunun kəndin Kəlbəcərin bir kəndi var idi. Kəndin içərisində idi. Başladılar oradan bizi atəşə tutmağa. Atəş açdılar, qaçdılar. Bilmədik də o Azərbaycanlı idi, erməni idi, onu da deyə bilmərik. Yəni bunlar da dedilər, bu Şakirgil dedilər ki, yəni ki, bu Kəlbəcəri yox, Kəlbəcəri daha doğrusu dəqiq bilmirlər harda nə var ki, izlənməyə yer. Məsləhətdir ki, Laçın Oğuldərə kəndi tərəfdə, yəni oralarda kahalar var, o kahalarda gedib gizlənək. Bu minvalla biz gəlmişik Laçının Oğuldərə kənd tərəfi ətrafına. Orada bir fermada qaldıq. Fermada qaldıq, bir müddət gizləndik, qaldıq. Yəni amma fermada qaldığımız yer də olsa da, yəni necə deyim sizə, belə yer deyil də, belə münasib yer deyil. Yəni hər an erməni ora gəlib çıxsa, biz heç nə eləyə bilmərik, qaça bilmərik. Ona görə dedilər ki, bu Şakir soruşdu ki, onlardan ki, bu tərəfdə Şakir yaxşı bilirdi. Orada bizdə 2 Şakir vardı. Onların da birindən öz aramızda Qara Şakir deyirdik, birinə Sarı Şakir deyirdik. Bu Sarı Şakir Oğuldərə tərəfdən idi, o daha yaxşı tanıyırdı. Bu Qara Şakir soruşdu onlardan ki, bəs buralarda yaxşı gizlənməyə yerdə, yəni bu dağın başında mı, burada kahalar var axı deyirdilər. Dedilər ki, var. Gedib baxıldı, bəli, dedilər ki, var da, demək o Seydin kahası idi, bu Seyd Məmməd idi deyirsən. Onun kəpasında gedib verdik, gedib gördük ki, 2 dənə kahadı, 2 dənə, 3 dənə belə ki, alı mal qoyun saxlayırlar vaxtiykən. Yəni münasibdir. Burada qalmaq olar. Yəni ona görə qalmaq olar ki, bura maşın yolu yox, işıq xətti gəlməyib, heç kəsin ağlına gəlməz ki, burada insan yaşayır. Biz beləcə, yəni yaşlı 19 nəfər burada qaldıq. Bu qaldığımız müddət ərzində də ki, bizim üçün yeməyə həmişə gedib Sarı Şakir gedib, bizim üçün yemək gətirməyə. Yemək də ki, yəni ki, bu camaat ki, evləri qoyub qaçmışdılar, yemək var idi, gedib gətirirdilər. Sonra un gətirirdi, un gətirəndə də bizimlə düşən qız var idi, o çörək bişirirdi Əşrəflə. Allah köməkləri olsun, Allah canlarını sağ eləsin. Yəni hər birinin orada ayrı-ayrılıqda hərəsinin öz zəhməti olur, rolu olur. Və onu da qeyd edeyim ki, hər gün biz çıxırdıq demək dağın başına, orada Oğuldərə kəndini baxırdıq, müşahidə edirdik. Oğuldərəni, Qovçu kəndi tərəfləri müşahidə edirdik. O kəndləri ki, görək erməni gəlir, bura gəlmir. Görürdük ki, bəli, ermənilər gəlir, maşınlarla gəlirlər. Gəlirlər, görürsən, sökür, baxırıq. Görürük ki, ermənilər sökür evləri, içərisindən çıxartır. Lazımdır məişət əşyaları aparırlar. Hətta belə baxıb görürük ki, gecələr evlərdə lampa yandırırlar. Yəni gecə erməni qalıb orada. Orada tam partizan hərəkəti eləmək olardı. Amma yəni belə ki, bizim arxa ilə, yəni ki, bu yolu bilən adam belə deyildi, arxadakı hərbiçilərimizlə, kimlərsə bizim əlaqəmiz olaydı. Bizim orada əlaqəmiz olsaydı, biz tam partizan hərəkəti eləyib, orada erməniləri məhv eləyə bilərdik. Çox təəssüf ki, olmadı, yəni eləmədi. Bizim demək, orada da bir dəfə rastlaşmışlar. Bunlar yeməyə gətirməyə gedəndə bu Şakir yeri. Orada 2 dənə Azərbaycanlı ilə rastlaşmışdı. Bu Kamran bəy deyilirdi. Kamran bəyin oğuşağı olub dedilər. Yəni ki, onu Şakirgil deyirlər dəqiq. Oğuşağı olub. Sonra vaxt vədə qoymuşlar ki, bunlar görüşəcəklər. Gəlib ki, səhərsi bir günün təxminə görüşəcəklər. Həmin tarixə möhkəm qar yağdı. Möhkəm qar yağdı. Səhər planı qoydu ki, yəni bir yarım metrdən yuxarı qar yağır, mümkün deyil. Yəni getmək mümkün deyil. Həmin günü alınmadı görür. Sonraki günlərdə getdilər həmin yerə. Təbii ki, yəni alınmadı da, bunlarla görüş alınmadı. Biz də ucaq artıq havalar ismişirdi. Hava işləşdiyinə görə biz də hazırlığımız işlədik də, görək ki, yəni yola hazırlıq gözləyək ki, yol boyu yavaş-yavaş çıxaq. Elə birinci günü hazırlıq görmüşdük ki, başlamışdıq ki, daha doğrusu, gördük ki, demək ki, atlar var idi orada, biz bu atları qoymurduq.
dərənin içərisindən bayıra çıxmağa. Ona görə dərənin içindən bayıra çıxmağa qoymurduq ki, bu gedəcək kəndə o atlar bizi ələ-ələ verər. O atlardan da həqiqətən bu atın biri ikisi bunlar və ondan çıxır. Demək, çıxmışdı, gözümüzdən yayılmışdı, çıxmışdı, gelmişdi Oğuldara kəndi tərəfə. Ermənilər də gəliblər buna, indi bunlar bu atı tutmağı istəyirlər. At da gəlir, üzü istiqamət bizi tərəfə. Gördük ki, bu atlar bizi yerimizə gəlir, bunlar da bura gələndə görəcək bizi, bu at özümüz suyunda çıxmağa imkan olsun. Bunlar bizə yaxınlaşmağa az qalmış, görmüşlər, bunlar bizlərdən yerini görmüşlər, bunlar da qorxudan qaçıb qayıtdılar dağa. Bunu görürlər ki, biz qayıtdılar dağa, ona görə də biz məcbur olduq ki, daha demək, burada bir dəqiqədə dayanmaq olmaz. Həmin günü də uşaqlarımızdan Şakirgili yemək dalınca gelmişlər yenə. Demək, bunlar bizi görüb qaçsan kimi, biz də gəlir o dəqiqə, yəni ki, nəyimiz var, yəni ki, adama bir şük-şük çörək düşmüşdü, çörəyinizi, zarınızı belə götürüb, çıxdım bu Oğuldara kəndinin üstündə, bu dağ tərəfdə başladım gözləməyə bu Şakirgili. Neysə, gecə qaranlıq qoğuşanda Şakirgili gəldi və bir daha yeməyə ehtiyac yoxdur. Yəni ki, sənin üçün un gətirdim, sən onu çörək pişirməyə, bunu harada pişirir? Mümkün olmadı. Götürdük, düzəlişdik yola, piyada. Demək, piyada 19 nəfər. Orada bizimlə də 2-3 dənə it var idi. Yəni, itlər bizi qoruyurdu. İtlər də müəyyən qədər biraz gəldi bizim dalımıza. Gördük ki, bu itlər bizdən aralanmır, nəsə görəndə hürür. Bu itlər bizə ələ verəcək. Məcburiyyət qarşısında biz məcbur olduq ki, iti bağlayıb kəndlərdə, yəni kəndlərin birində ki, qalsın burada bu, yoxsa bizə ələ verəcək, bizi məhv eləyəcək. Beləcə biz gündüz gizləndik, gecə başladıq yol gəlməyə ki, demək, üzü Laçındır. Laçın, demək, planı da belədir ki, biz gələcək Laçına, Laçının şəhərin içərisindən keçəcək, Laçın Qoruş yolu, onda Güləbir bizdəyik. Güləbirdə gəlib, demək, bizdə olduğu üçün Güləbirdə gələcək. Yəni ki, Güləbirdə öz müşkilərlə görüşək. Beləcə, yəni ki, gündüz gizlənib, gecə gəlmək az-azlar. Yemək də ki, yemək demək olar ki, yox idi, tamamilə yox idi. Adama 2 nəfərə bir, belə deyildi, çörək düşmüşdü. Mənim də çörəyim olan sumka Şakirdir. Yəni Şakirlə mən İsmailov Şakirdə. Qara Şakirdir, təşkildir. Yeməyimiz bir idi. Yəni ki, çörək də belə bir gündə bir dəfə adama belə bir kusok bölüb yemək və sağlıqla belə. Axırıncı 3 günü tamamilə çörək kəsi yox idi. Tamam, heç bir şey yox, yol gəlirdi. Ancaq bu vəziyyətlə yoldakı çox ağır, yəni ki, dağlarla, dərələrlə arızda gecə vaxtı. Beləcə gəlib, biz məcbur olduq ki, Poçaz çayından keçək. Yəni ki, Laçına tərəf Poçaz çayından keçək. Çayda da su həddindən artıq çoxdur. Gecə keçmək mümkün olan şey böyük. Gecə keçmək, bu su aparacaq bizi. Dedilər ki, ancaq bunu axşamüstü də belə deyildi, şərq qarşanda bu ərəfədə belə keçək. Gəldik Poçaz çayının yanına. Baxıb, çayda da həddindən artıq sel çox, güldü. Belə məsləhət elədik ki, yəni suyun içinə girək, suyun içərisinə də girəndə su tək girsin, su bizi aparacaq. Tutaq ki, birimiz qabaqda, o birisilərimiz də onun arxasıca, amma arxasıca necə arxasıca tutub bir-birimizdən, paltarından belə, yəni tutub aparaq ki, 19 nəfər belə bu qaydada sirk şəklində, amma bir-birimizin əlindən, paltarından tutub aparsın ki, su bizi aparmasın. Elə beləcə də elədik. Beləcə də indi belə keçəndə Bahadur kişi var idi bizimlə, 70 yaşı var idi da o var. Bunu sonra Bakı Ruslarından var idi, bilmirəm, onu bir başlasında, bir 3 nəfər elib ki, şey aldı bizim əlimizdən, bunları başladı aparmağa. Aparmağa biz suyun içindən çıxıb, yenidən, elə bir ki, o tərəfi keçəndən sonra yenidən belə fırlanıb gəlib, bunları xilas elədik. Bunları xilas elədik ki, çıxartdıq bunları suyun içərisindən, amma hava qara olmamışdı. Həmin ərəfədə də, yəni ki, bizim çox bəxtimiz gətirdi ki, o erməni işləyirdi oralardan şəhərə çatırsa.
görmədik bizi. Keçdik çayın içərisindən o tərəfə. İndi ola bilər mənim bəzi yerlərdə yadımdan çıxıb üstündən 30 ildən yuxarı vaxt keçib. Böyləcə başladıq yenə biz yolumuzu gəlməyə. Sonra bu yolda gələndə siqaz xətti var idi, telefon xətti idi, siqaz xətti idi, nə idi onu bilmirəm. Bilməyərəkdən biz onu qırmışdıq. Axı bu ermənilərin siqazı imiş. Biz də oradan aralanandan sonra elə axşamüstü göyə güllə asdılar. Yəni ki, bir mağazin demək olar ki, boşaltdılar. Onlar orada bizi görmüşdülər. Bizi çaydan keçib aralanandan sonra görmüşdülər. Sonra da təzədəndən bu siqazın qırılması, zad eləməsi, bunlar da oca dəqiqləşdirmişlər ki, burada Azərbaycanlılar var. Başladılar, bunlar gizlənmişdi. Demək, gecə gəldik, bir müddət gəldik, o çay zadı keçəndən sonra, o siqaz xəttin qırandan sonra, gəlindən sonra gizləndik. Kolunun içərisində sıldırım qayalar, bu cür gizlənmək görür ki, vertolyot qaldırırlar bunlar göyə. O vertolyot bir-iki kuruq elə ki, bizim gizləndiyimiz yerin ərəfəsində belə fırlandı. Yəni Allah tərəfi görmədilər bizi. Yəni çıxdım səhərsi, hava qaraldı, başladıq yenə yol gəldi. Demək olar ki, axırıncı gecələrdə az qalır. Laçın görüş yolu. Demək, elə bir yerə ilişmişik ki, dağdır, dağın belə deyildi, döşüdür, bu cür, belə sıldırım qayadır. Gecə qaranlıq, aşağı düşə bilmirik, aşağı düşürük, çay gedir, su akarır bizi. Yuxarı çıxa bilmirik. Ermənilərin maşını necə işləyir buradan, Laçın görüş yolu, gecə ortadan əməli başlıq işləyir. Həmin gecə heç 1 kilometr yol ancaq gəldi. Bir gecə səhərəcən 1 kilometr yol ancaq gəldi, gələ bilmirdik, yəni yolu tapa bilmirdik. Neysə, məzmun gördük ki, uca hava işıqlaşır, may ayıdır da artıq, yəni ki, may ayında bildiyiniz kimi də, yəni ki, yağ ayı olduğu üçün səhər tez açılır, işıq tez açılır. Gözlədik ki, yəni ki, yenə də hava, necə deyərlər, hava açıldı, gözləyir ki, səhər hava qaralsın, yenə də yenidən yolumuzu davam edək. Gördük, sən demək, 100 metrdə geçsəydik, yol var imiş. Neysə, yenə məzmun olub gözlədik. Girdiyimiz də kolun içərisindən tərpənməmək şərti ilə. Yəni, bunlar da bu şərtlərdən ən böyüklərindən biri də bu idi ki, kolun içinə hadi girirsən, tərpənmə. Çünki tərpənsən, onlar bizi görə bilər, bizi məhv edə bilər. Bu minivarla, deyər ki, yeməyimiz barədə ki, yoxdur tamamilə. Gəlib çatmışıq Laçının Qayıdır qəsəbəsi. Orada bir qəsəbə var, Laçınlılar birləşib, bura Laçının Qayıdır qəsəbəsidir. O Qayıdır qəsəbəsində də bir yer var. Üzünlük var orada, 1-2-3 hektar təxminən belə orada, indi bəlkə də mən elə bilmişəm. Gecə saat 3-dür, 4-dür, bax belə. Qayıdır qəsəbəsindən də gülə-birlə az qalıb, yəni ki, bizimkilərə çatmağa 2 saat, 3 saat təxminən piyada yol keçirsə. Amma gördük ki, saat 4 olar təxminən bu yarım saatda, 1 saatda hava işıqlaşacaq, biz keçə bilməyəcək, bizi məhv edəcəklər. Harada gizlənir, yəni ki, birində də ki, üzümlüyün içərisində, aşağının içərisində gizlənir. Biri də mən çayın yanında gizlənir. Yəni, alınmadı. Allah tərəfi belə başqa gördü ki, dağın döşündə 2 dənə böyürtkən kolu var. Böyük böyürtkən kolu var. Yəni, onu belə baxıb görərsən, deyərsən ki, orada insan dayana bilməz. O böyürtkənli olan yerdə. 2 topa, 2 yerə bölüşdük. Mən nə bilmirəm, o şakir düşmüşdü bu kolluğun içərisində, bir kolluğun içərisində. Yoxsa biri böyük idi kolların, biri balaca idi. Xülasə 1-2-3 nəfər bir kolun içinə, qalan 15-16 nəfər də bir kolun içərisində. Beləcə girib kolun içərisində dayanmışıq. Saat, bayırda yağır. Yağış da yağır, möhkəm yağır özü də. Saat 10-11 olar, gördük ki, bəli, bir dənə Luvaz gəldi, düşdü. Bayağı mən də deyim, üzümlüyün içərisindən. Görürük də qabağımızdadır. 3-4 nəfərlə, bunların əlində avtomat da var, qrankamyot da var, plamyot da var. Bunlar başlarlar bu üzümlüyün içərisini axtarmalı. Biz elə buradakı yəni ovazada çıxırlar. Sonra yargıya bunu axtarırlar. Buradakı yox. Bunlar bizi görürlər. Bunlar bizi axtarırlar.
Bunlar axıranın içərisini axtarırlar, o an axtarırlar. Güllə də atırlar hərdən. Sağa, sola, o yana, bu yana. Yəni Allah tərəfi bizə dəyir. Yəni bunların ağlına da gəlmir ki, bu kolun içərisində olar. Yəni kolun içində olan ağlına nəyə görə gəlmədi? Ona görə gəlmir ki, yəni ki, mən bayaq dediyim kimi, orada mümkün deyil dayanmaq. O sıldırım yanı başında nə bilim, dayanmışdım da biz. Beləcə bir 2-3 saat axtardılar bunlar. Yəni biz bunları məhv eləyə bilərdik. Məsələn, şəxsən mənim özümdə 8-9 dolu mağazini idi avtomat gülləsi də mağazin. Bir 8-9 da mağazinlik zapas güllələrim var idi. 3-4 dənə limonkalar var idi. S1, S2 baxılar. Yəni tam hazırlıqlı idi. O kim ki bu əskərlər ki var idi, bu da 9 nəfər ki biz. Hamısı tam hazırlığı idi. Bunları məhv eləmək bir su kimi bir şey. Amma bunu çıxmaq olar, biz çıxa bilməyəcəkdik. Ona görə də məcbur olduq ki, bunları heç nə eləməmək, dayanıb, necə deyirlər, gözləmək ki, bu çıxıb geçsin. Həmin bu kəşfiyyat, bu ermənilər ki, bunlar bizi gəlib orada axtarıblar, bizə sonra biz çıxandan sonra Gölabirdə Vağız Sabbarovun batalyonu var idi, biz oraya çıxmışdıq da. Orada sən demə, bizim kəşfiyyat da oradan gəlir, bunlara baxırlarmış ki, bunlar nə axtarır burada? Bizim kəşfiyyat, bilmirik ki, bizim kəşfiyyat oradadır və yaxud da ki, ola bilmir ki, biz buradayıq. Beləcə bunlar axtardılar, gördülər ki, mümkünlüyü uçuşub getdilər, üstündən 1-2 saat keçdi, gördük ki, 2 idi, 3 idi Ural, içərisi bu əskər gəlir. Dedim ki, bu sondur da daha. Mühasirədə demək, qaldığımız, yaşadığımız anda çox ağırlıqlar, çox çətinliklər olur. Çox həddindən artıq. Amma ən dəhşətli, ən ağır, ən sonu bu idi. Dedim ki, xaric zəhmətimizdən, yəni ki, bu videolardan qurban Allaha, yəni ki, buradan oyuna daha keçisi deyil. Biz məhv edəcəklər orada. Məsələ də bu ilki onsuz da ki, açacaq. Tək ki, bunların əlinə diri düşməyək. Məhz olaraq ölən amma diri düşməyək. Gördük ki, yox, bu Urallar üzümlüyə düşmədi. Bunlar sınaldılar bizim başımızın üstündən belə dağa. Gəldilər, saxlarlar orada, tökülüşüblər yerə. Səsləri nə eşidirik? Biz bunların əməlli başlı səslərini eşidirik ki, görürük ki, bəli də bunlar erməni dilində danışırlar. Nə danışırlar bilmirik. Töküşüblər də belə axtarırlar o tərəfi, bu tərəfi, güllər atırlar yenə arıda. Saat təxminən 10 yaşımız olar, 10-a can olamıyorum. Belə sağlığımızda derdi, yay başladı, onu böyle hava tez kanalıdır. Bunlar gördük ki, yığılışlar, minqal maşınlar vərsdə qalatifdir. Bunlardan bir yarım saat sonra biz çıxdıq Sintigizadiyimiz yerdən, istiqamət aldıq yenə üzü Güləbiş tərəfə. Həmin ərəfədə də mən qeyd edeyim, bizim bir radiomuz var idi. Yəni ki, biz hardan bilirdik ki, o Güləbiş bizdədir. Gün ərzində bir-iki dəfə açıldı, bir-iki dəqiqəlik. 2 dəqiqəlik ki, biz bilək ki, hansı mövqelər bizdədir. Və biz də onlar bilirdik ki, Güləbiş bizdədir. Yəni, ona görə biz üzü Güləbiş istiqamətinə gedirdik. Beləcə, bayaq da elə yağır, həm möhkəm yağır, arada da şimşək də çarpır. Gecə də qaranlıq, elə bir ki, qaranlıqda yol gedirsən, yol gedəndə gözün qaranlığı elə təzə öyrəşib, şimşək çaxıb, kör olursan, itirirsən bir-birimizi. Yəni, burada da bir-birimizin ətəyindən, belə paltarından tutub gediyoruz. Yolda gedəndə gördük ki, yanımızdan, belə bir 15-20 metr oyunu olan, gördük ki, Azərbaycanla danışırlar, yəni səs gəlir. Bir-birimizə bir ki, kim idi o səsinə, nə idi, bax belə. Deyirlər, mən nə bilim mən, o səs gəldi orada. Səs gəldi orada. Neysə də belə ötəsi, dedi ki, ola bilərdi, indi kim idi, nə idi. Yəni, çox fikir vermədik, boş verdik, ötüb getdi. Geçin bir, təxminən, erməndən də postu var Güləbiş istiqamətində, Güləbişlə üzbəyüz görürük. Görürük ki, blindajların yanından keçirik də. Blindajlarında işin yanır. Yenə bayaq dediyim kimi, biz onları məhv eləyə bilərik. Yanmasa orada biz özümüz çıxa bilmirik axı. Bizim də bayaqdır ki, Qaramandan yad yer, meşənin içərisi, korluğun içərisi, istərseniz yenə bir adamın ayaqlarını daşa dəyir, daş yollarını aşağı, dizi aşağı, səs salır.
Bu daşın zadın səsini kəsmək, yağış, Allah tərəfi qurban olum Allaha, Allah elə bil ki, bizi üçün də yol açır da, yağış yağdı, elədi, yəni ki, bu yağış bu səsləri kəsdi. Təxminən gecə saat 3 olar, 2 olar belə, biz tam erməni postunu keçdik, qalmışıq, belə deyək də, bu neytral zonada, yəni ki, iki ərazini Güləbirdə bizimkilərdir, bu istiqamətdə erməni deyil. Erməni ama keçmişik. Dedi ki, indi bu vaxt oraya getməyə, bizim posta tərəf, biz oraya keçsək, bizi Azərbaycanlılar, özümüzkilər, elə bilər ki, erməni deyil, bizi məhv eləyərlər. Məcbur oldu gözləyək ki, səhər açılsın, səhər hava işıqlaşsın, 5-ində açır, 5 belə olsun. Ondan sonra istiqamət alarıq da, yəni ki, özümüzkilər tərəfə, yəni ki, posta Azərbaycanlılar tərəf. Beləcə, yəni belə də oldu. Biz gözlədik ki, səhər gördük ki, hava işıqlaşır. Doğru düzəldik, demək yolu, üzü Güləbir tərəfə, bizimkilər tərəfə. Bu sarı şakidə Azərbaycanın bayrağı var idi. Koltuğunda idi, saxlayırdı o bunu həmişə. Belə fikirləşdik ki, yaxşı biz o tərəfə gedəndə nə bilsinlər ki, bunlar Azərbaycanlılardır, yəni bizimkilər ki, bunlar erməni dövlü nəzətir. Bir ağ əski deyilmə, torba deyilmə, belə tapıb ağacın başına şakir, sarı şakir bağladı. Belə bayrağı ağ əskini belə bu formada yerlətə, yəni ki, üzü Azərbaycanlılar tərəfə gedirik ki, açmayın, yəni ki, bir növ elə bir şey, o ağ bayraq odur ki, əsr düşürükdə, yəni ki, belə sınırlı formada. Yəni, bir sonrasılar bilsələrdir ki, səsimizi də eşitməsələr, görsünlər ki, tutar ki, verə bilsələr də biz erməniyik, görsünlər ki, bəli də ağ bayraq qaldırıb gəlirlər, yanın oxşayır, əsr düşəcəklər. Ola bilər səsimiz çatmasın da, olar da ki, biz deyirik, hafışırıq Azərbaycanlıyıq. Amma səs çatmasa da bayrağı ağı görəcəklər. Belə, bu cür düzəldik yola. Demək, bizdə də belə deyək də, bir əskər nizamnaməsi kimdir. Yəni ki, hamımız ona əməl edirdik. Birimiz qabaqda, qalan 18 nəfər də şef şəklində onların arxasıyla. Yəni ki, tutaq ki, qabaqda Şakir gedirdisə, onun arxasıyla da biz hamımız. Daha sağa sola yox idi. Sağ sol yox idi. Elə o da bizi yəni ki, ölümdən xilas eləyib. Yəni çıxandan sonra bildik ki, sən demə, o bütün o neytral zonanı mina inmiş. Bizimkilər minalayıb. Yəni ki, erməni ilə öz aramızda da, biz orada çıxandan sonra dedilər ki, siz oradan necə keçdiniz bilmirəm. Deyirəm, nə olub? Dedi ki, orada bütün minadır, mina. Nə bilim, Allah saxlayıb. Neysə, beləsə, ağ bayrağı Şakir yerlətə, sarı Şakir qabağında, biz qalanımız da hamımız bunun arxasıyla geçdik. Az qalmış, qışqırdıq da, dedilər ki, açmayın Azərbaycanlılar yox. Yəni ki, özümüzkilər gəlirik, mühasirədən çıxırıq, bu cür qışqıra, gördük ki, onlar da dedilər ki, gəlin, qorxmayın, gəlin. Amma yenə də öz-özlüyümüzdə belə nəzərə almışdıq ki, bizdən yenə ola bilər ki, biz bilmərik, bunlar yenə erməni olar. Gördülər ki, erməni də atırlar bizə. Magazinlər, məsəl üçün, avtomatlar tam pedəxnat ilə zada açılmışdı. Tam hazır vəziyyətdə idi bizdə. Ki, birdən atışma olsa atacaq. O məlum məsələdir ki, açanda da məhv olan biz olacaq. Hani demişdik ki, görsəkdə ki, məhv olub, özümüzə atar çaya. O çay ki var, o Güləbirdən gedir. Həkəri idi sərfləmdəmsə. Çaya bu çay bizi çayda da sağ qalsaq da qalsaq da yaxşı, qalmışıq da yaxşı. Yəni erməninin əlinə düşməyir. Bax bu cür. Belə bu da ki, deyəndən sonra şey gəlir. Gəlin deyəndən sonra bu sarı Şakir o ağ əskini atdı oyuna, Azərbaycanın bayrağı bağladı bu ağacın başına. Yerləsə, gəldik, çatdıq Güləbirdə öz postumuza, yəni ki, Azərbaycandan postuna. Gördük ki, yox, Azərbaycanlılardır. Həmin ərəfədə də onlar da bütün əllərində olan silah, sursatı, hamısı üzdən, belə deyək də, üzü bizə tuşlamışlar. İnanmırdılar ki, Azərbaycanlılar. Bir özəl dedilər ki, biz inanmırdık ki, siz Azərbaycanlısınız. Dedik ki, yəni ermənilərin növbəti bir hiyləsi bunlar. Belə deyir. Orada sonra indi tanımadılar, bunlar düz deyirlər, sənəd istəyirlər. Bir ikimizdə arayış var idi. Sonra Laçınlar var idi, onlar ki, tanıdılar bir bunları. Beləcə bizi yaxşıca orada mehribancasına qarşıladılar. Yəni xəbər verdilər arxaya, Güləbirdə, maşın zad gəldi. Apardılar bizi o ağac çapları öz qərargahına. Bir gün saxladılar orada bizi. Səhərsi günü bizi gətirdilər Qubadlıya.
Ladlaya gətirdilər. Yəni ona deyir ki, 3-4 gündə, son 3-4 günü qəti çörək yemək növbəti yoxdur. Yəni sağ olsunlar, Göyabətdə də bizi yaxşı qarşıladılar, yaxşı da baxdılar. Orada bizi saxladılar. Biz orada soruşduq ki, daha bizi saxlamayın da, bizi buraxın, biz gedək də, biz öz evimizə, eşiyimizə, valideynlərimiz narahatdır, görün neçə aydayıq. Məsəl üçün, mən 7 aydır, 8 aydır təxminən belə, mənim valideynlərimlə heç bir əlaqəm yoxdur. Onda da ki, telefon yox, bir şey yox. Öyləcə deyirlər ki, yox, hələ tələsməyin. Neysə, qısası bizi DTX, o vaxt Milli Təhlükəsizlik Nazirliyi bizimkilər gəldilər. Hamımız o bizim orada, yəni sorğu-sual olundu, dindirdilər. Ondan sonra yəni bizi evə buraxdılar. Və belə, yəni biz orada dağılışdıq, dağılışmanı, yəni ki, kim ki o belə deyildi, mülki şəxslər idi, mülki şəxslər təbii ki, öz evlərinə, o birilər də hamısını da buraxdılar. Mən təkrarən oradan, mühasirədən çıxdım, gəldim, bəli, evimizə, öz kəndimizə, obamıza. Amma təxminən üstündən 1 ay, 2 ay belə keçəndən sonra dedim ki, yox, bu olmaz belə. Mən təzədən, yenidən bir də getdim oraya, yenidən. Mənim demək, onda da mən keçdim, Gəncə poligonunda yığıldılar, Gəncə poligonu, Gəncədə də Gəncə poligonu, Nizami poligonu, Gəncə poligonu idi. Baxıb orada yığıldılar, mən gedib qoşuldum oraya təzədən və bizi apardılar 896 saylı polk idi. Füzulinin Horadiz qəsəbəsinə. Horadiz təzə alınmışdı, bizimkiləri almışdı və bizi də orada yerləşdirdilər və oradan da bu Cəbrayılın kəndlərindən də, yəni bizim o vaxt alınmağımızda böyük zəhmətimiz oldu. Yəni şəxsən mən də orada iştirak etmişəm. Sonra orada bizi az saxladılar, bir 20 gün saxladılar, bir ay saxladılar. Ondan sonra bizi verdilər Ağdama. Ağdama 190 saylı hərbi hissədə olmuşam. Orada da rabitədə olmuşam, yəni rabitəçi olmuşam. Rabitəni bildiyimi görə rabitəçi olmuşam. Bu Şıxlar kəndində zatda, yəni Ağdamın Şıxlar kəndində qoşulmuşam oraya. Beləcə, 1996-cı ildə Ulu Öndərin fərmanı ilə mən 1996-cı ilin fevral ayında Ordu Sırabəndən təxsis olunmuşam.